Salam, hər vaxtınız xeyirli olsun, əziz abituriyentlər, əziz məzun olmağa hazırlaşan, həyatın ən gözəl hissəsinə başlamaq üzrə olan gənclər, gözəl insanlar, necəsiz? Özünüzü necə hiss edirsiniz? Bugün sürpriz və gözlənilməz bir mövzu ilə dedim ki, video çəkim. Heç planda yox idi. Birdən-birə dedim ki, danışaq bu mövzuda. Çünki qəbulların, kodlaşdırmaların başlamasına çox az qalıb artıq, yəni blok 1 aya ikinci şansı olacaq artıq blokun. Magistrların da həmçinin artıq kodlaşdırmasına az qalıb. Yəni dedim bu mövzunu bir danışaq sizlə. İnşallah ki bu video istər şagirdlərin, istər tələbələrin, istər də valideynlərin qarşısına çıxar. Çünki burada bir həyat məsələsi var, gələcək var, xərclənəcək illər var və istəyirəm ki hər kəs xərclədiyi ömründən 4 ili, 5 ili, 6 ili kimlə oxuyursa, həqiqətən də xərcləyəndə, arxaya baxanda hifzlənməsin. Desin ki, yaxşı ki bu yolu seçdim, yaxşı ki bu ixtisası seçmişəm deyə. Bu yoldan keçmişəm, bu yoldan keçənlərə şahid olmuşam. Psixoloq olaraq da, təhsil sahəsinin işçisi olaraq da düşündüm ki, haqqım var danışmağa. Sizlə çox söhbətlər etmişik. İstər şəxsi həyat barəsində, istər təhsil həyatı barəsində bir-birimizə tanıyırıq. Siz də mənim dilimə agahsınız. Söz bazama, danışmaq istədiyim mövzulara, yanaşmalarıma. Bugün sizinlə can dildən danışmaq istəyirəm. Baxın dostlar. İkinci şansa girən abituriyentlər olacaq, girməyənlər olacaq. Üçüncü şansa girən magistrlar olacaq ya da olmayacaq. Mən girəcəm. Balım tam qane eləməyib məni. Ümumi üzrə danışacağım. Yəni kodlaşdırma aparacaq hər bir insan haqqında danışmaq istəyirəm. Mənim özüm 11-ci sinifdə oxuyanda psixoloqluq üzrə deyə bilmərəm ki, ürəyim gedirdi və mən o qədər çox belə əriyirdim də, illərimin xəyalını deməzdim. O dönəmlərdə artıq özümü tanımağa başladığım üçün tanıya-tanıya verdiyim bir qərar idi. Ətrafım da həmçinin dedi ki, xarakterimə uyğundur da, seçə bilərsən bu peşəni. Kənar baxış bucağı bu arada bu dönəmdə çox-çox önəmli rol oynayır. Və aldığınız, qəbul etdiyiniz fikirlərin gəldiyi yerlərə diqqət edin dostlar. Valideyn də baxırsa bu videoya, ümid edirəm ki, o da özünə qəbul edər dediklərimi. Yəni, mən həmin dönəmdə valideynimin düzgün yönləndirməsi, özümün oturub düzgün düşünməyim sayəsində və həmçinin də müəllimlərin də rolu var əlbəttə ki, çünki müəllimlər, hazırlaşdıran müəllimlər hazırlaşdırdığı dönəmdə şagirdə necə yanaşıb, şagirdin özünü nə qədər dəyərləndirib və nə qədər onun fikirlərini soruşub. Çünki sadəcə hazırlaşdırmaqla məsələ bitmir. Müəllim, həqiqətən peşəsini sevən müəllim, bir məsəl üçün, Azərbaycan dili riyaziyyat öyrətməkdən daha çox şagirdinin maraq dairəsini də bilər. Şagirdinin psixologiyasını da az çox bilər. Onların da təsiri var. Demotivasiya edən davamlı müəllimin şagirdi, əlbəttə ki, o müəllimin dərslərini yaxşı oxumaz, istəyə bilməz, yaxşı oxumaq istəməz, ya da ki, o müəllimdən xoş enerji almaz, xəyalını o müəllimə desə, istəyini o müəllimə desə, necə bir reaksiyadan qarşılaşar ki? Mən özüm bilmirdim. Nə seçmək istədiyimi sonra öyrəndim, hazırlaşa götür-qoy elədim. Bəzilərimiz var ki, bəlkə də buna baxanların arasından illərin xəyalı üçün hazırlaşır. Məsəl üçün, hüquqşünas olmaq istəyir illərdir. Ya da turizmçi olmaq istəyir. Tibbə hazırlaşmaq istəyir. Və yaxud da sadəcə, gəlin bu tərəfə də baxaq, valideynlərinin ya da onu böyüdən insanların təzyiqi altında istəmədiyi ixtisasa vermək üzrədir. Hər kimsənsə, necə, hansı yoldasınsa bilmirəm. Sən üçün burada danışıram. Əziz insan, bu videoya baxan, mənə baxan, valideynsən, şagirdsən, müəllimsənmi, bilmirəm. Həyatının ən həlləci dönəmində sənə dəstək olan insanlara diqqət elə. Dəstəyin həqiqətən dəstəkmi olduğunu, yoxsa köstəkmi olduğuna diqqət elə. Və özün bu dəqiqə. Əslində mən bu cümləni bir dəfə demişdim deyəsən, bəzən işlədirəm yaxınlarıma da ki, ədalətli görmürəm əslində ki, 16-17 yaş yeniyetməliyin bitmək üzrə olduğu, bəzilərində də hələ ən qızğın vaxtında olduğu bir vaxtda beynin içi fırtınadır. İnsan özünü o qədər axtarmaqla məşğul olur ki, geyim tərzini belə tam müəyyənləşdirə bilmir bəzi yeniyetmələr bu yaş dövründə. Nəinki gəlsin həyatının gələcəyinin
Demək olar ki, böyük hissəsini əhatə edəcək ixtisas seçsin. Yəni bu qərarı vermək üçün beyin kifayət qədər inkişaf etməyib deyə düşünürəm. Amma yenə də artıq bu sistemin içinə bir düşmüşük. O zaman qərarımızı verək. Amma necə qərar verək? Bu videoya baxırsansa gec deyil. Yəni sən birincisi son 3 ildir, 4 ildir, 1 ildir, son dönəmlərdə nəyə marağın olduğuna diqqət elə. Hansı növ fənlərə marağın var? Humanitar meyillimisən, humanitar fənlərimi rahat oxuya bilirsən, texniki fənlərimi rahat oxuya bilirsən, hesab kitab apara bilirsənmi, riyaziyyatın yaxşıdırmı, cihazlarla əlaqən necədir, öyrətməklə, səbirlə əlaqən necədir? Bir iş puldan çox şey ifadə edir. Sevmədiyiniz işdə yaradıcı ola bilməzsiniz. Elə ixtisas seçməlisiniz ki, kodlaşdıranda maddiyyata da fikir verin. Sizə həqiqətən də maddi qazanc gətirsin. Amma sevmədiyiniz işdə yaradıcı ola bilməyəcəksiniz, bezəcəksiniz, o işə addım atmaq istəməyəcəksiniz. İlk əvvəllər həvəsli ola bilərsiniz, ilk əvvəllər çəkici gələ bilər, nə gözəl işdir. Sonra hər şeyin rəngi solmağa başlayanda peşman olarsınız. Əziz valideynlər, siz də övladınıza onun bunun gələcək, o bu tərəfdən, el-aləm tərəfdən gələcək tərifin qurbanı, övladınızı tərifin qurbanı etməyin demək istəyirəm. Yəni, sırf 1-2 gün ərzində filankəsin fokusunda övladınız olacaq və onun daxil olacağı ixtisasın havalı olması lazımdır, cool olması lazımdır, ya da pul çoxdur deyib uşağın əsl xəyalını göz ardı etmək düz deyil. Fokusunuz övladınız olsun. Övladını hər valideyn gözəl tanıyır deməzdim. Bəzən tam tanımır əslində. Ümid edirəm ki, bu videodan sonra tanıyarlar. Ya da ki, tanıyarsan övladını. Niyə deyirəm? Siz gedəndən sonra onlar ailə quracaqlar, sizdən ayrılacaqlar. Ya da bir yerdən sonra övladınızın yanında olmayanda gözünüz arxada qalmasın. Elə eləyin ki, övladınıza elə ixtisas seçməyində dəstək olun ki, elə yönləndirmə aparın ki, siz ondan yetkinsiniz, böyüksünüz, siz çox şeylər yaşamısınız, daha çox təcrübəyə sahibsiniz bu dünyada. O tək qalanda işlə nifrət eləməsin. Hər gün işə gedib gələndə şikayətlənməsin, bezməsin həyatından. İnanın ki, iş həyatında stres yaşayan, xoşbəxt olmayan bir qadın və kişi sabah bir gün şəxsi həyatında da stres yaşayacaq. Şəxsi həyatında olan insanlara da, övladına da, yoldaşına da çətinliklər yaşadacaq, dalaşacaq, konflikt halında olacaq. Çünki özü ilə barışıq halında olmayan, öz həyatından xoşbəxt və məmnun olmayan insan öz ailəsinə, öz dostlarına xoş enerji, xoş bir şeylər ötürə bilməz. Pul önəmlidir bu dönəmdə, qəbul edirəm, həqiqətən önəmlidir. Və mən bunu öz yolumdan təcrübə eləmişəm. Ona görə necə lazımdır, hər zaman deyirəm bunu. Mənə yazan şagirdlərə, tələbələrə də deyirəm. Mənə deyirdilər ki, psixologiyada pul yoxdur. Gedib məktəbdə 4 divar arasında oturacaqsan bu ixtisasdan və yəni də 300-400 maaşla və s. Mən onları eşidə-eşidə universitet oxuyurdum. Deyirdim ki, yəni həqiqətən mənim ixtisasımın dəyəri bu ola bilməz axı. Girirdim, araşdırırdım, ixtisasımın qolları çoxdur. Yəni, filan yerlərdə işləyə bilərəm yazırlar. İşləyənləri də görürdüm tanışlarımdan. Görürdüm ki, mənim bitirdiyim ixtisası bitirib uğurlu olanlar, çox-çox gözəl yerlərə çatanlar var. Bəs bunları mənə deyən insanların da bir həyatına baxanda gördüm ki, onlar həqiqətən də elə maksimum oraya qədər çatanlar olub deyə. 4 divarın arasında 6-7 saatlıq iş rejimi ilə maaşlarında heç qane olmadıqları halda o maaşı alıb ona dözən insanlar olublar deyə mənə maksimum məsləhət verirlər. Və universitetdə ola-ola özümü kəşf edirəm. Baxın, insan hər daim onun sözünü kəşf edir. Son kursla 3 və 4-cü kursda daha çox baş verdi. Özümə dedim ki, sosial media dövrüdür. İstənilən satışın, indi mənim ixtisasım satış sahəsi deyil. Amma məsəl üçün, sosial medianı açanda paltar satışı görürsünüz, reklamlar görürsünüz. Nə qədər mənim qabağıma reklam çıxır. Başladım oradan düşünməyə. Ya da influencerlar olsun, məşhurların səhifələri olsun. Artıq elə dönəmdəyik ki, tanış, yəni zəncirvari olaraq tanışdan tanışa, çerez tanımaq dövrü deyil. İşinizi göstərməsəniz, özünüzü kamera qarşısında mən bu ixtisasın əməkdaşıyam,
mən bu ixtisası bitirmişəm və mən buna xidmət edirəm deyə göstərməsəniz, mən buradayam deməsəniz, sizi heç kim görməyəcək. Ona görə də istər müəllim olun, istər turizm sahəsində, istər hüquqşünas olun, istər tibbdə oxuyun, nə bilim, istər idmançı olun, musiqi üzrə oxuyun, istənilən ixtisasınızın gələcəyi sizdən asılıdır. Yəni siz bugün düzdür, maddiyyat önəmlidir dediyim kimi, pul önəmlidir, amma siz sevmədiyiniz bir işə də pula görə dözsəniz, özünüzə elə bir həyat çizsəniz, onun pulu çox olacaq, amma siz onun tərkibini sevməyəcəksiniz. O iş sabah bir gün sizə gözəl imkan yaradanda, siz onu əlinizlə itələmək istəyəcəksiniz, çünki istəmirsiniz. Amma sevdiyiniz ixtisasda olsanız, misal üçün, çox şükür, mən həqiqətən öz ixtisasımı sevirəm. Mən can atıram, filan təlimə qoşulum, filan konfransa gedim, filan kəsdən filan məlumatları öyrənim, görəsən bunda nə sir var? Filan videonu çəkim, insanlara videolar paylaşım, onların qoyub bundan məlumatı olsun, sosial mediadan istifadə edirəm, yaradıcılığı ortaya qoymağa çalışıram, əlimdən gələn qədər. Təlimlər təşkil etməyə çalışıram, təlimlər keçirməyə çalışıram. Çünki sevirəm işimi. Siz də bugün kodlaşdırma aparanda puldan, yəni 50% pula baxın, amma 50% də nəyi sevib sevmədiyinizə baxın istəyirəm. Mən açıq deyim, o vaxtı xatırlamıram ki, həqiqətən də maddi olaraq baxdımmı, bu işə baxmadım. Məncə baxmadım. Fokusumda yəni pul deyildi. Fokusumda həqiqətən həvəsimin olması var idi. Mən kodlaşdırma etabında netləşdirmişdim beynimdə ki, mən istəyirəm psixologiyanı. Valideynlərlə, yeniyetmələrlə, şagirdlərlə kontaktdan ürəyim gedir. Yəni tələbə olanda da belə məsəl üçün seminarlarda ya da ki sərbəst işlərin təqdim olunmasında fərqlilik qatmağa çalışırdım. Çünki işimi sevirdim. İxtisasımı sevirdim. Dedim ki, mən bunu istəyirəm. Başqa heç bir şey ağlıma gəlmirdi. Amma hal-hazırda bəlkə də sənin ağlında ola bilər. Bu günahkar hiss eləmə özünü, insansan, ola bilər. İndiki dönəmin şərtləri də dəyişib artıq. Yəni 4 il, mən özüm üçün 5 il əvvəldən danışıram. Yəni 4 il yox, 5 il əvvəldən danışıram. Beyinlər dəyişir, insanlar dəyişir, tələbatlar dəyişir, ixtisasların standartları dəyişir. Çox normaldır. Amma çox xahiş edirəm. Çox xahiş edirəm. Sevmədiyin işə özünü həbs eləmə. Bilirəm, mən limitli danışmamalıyam, psixoloqam. Özüm də çalışıram, özümə limitlər yaratmayım. Heç kəsin özünə yaratmasını istəmirəm. Amma limit, nə mənada deyəcəyim cümləyə görə. Əslində, yəni reallığa baxsaq, seçdiyimiz peşə ölənə qədər çox vaxt həyatımızda qalır. Redka hallarda olur ki, nadir hallarda olur ki, daha doğrusu, ixtisas dəyişməyə həvəs olur insanda. Ailəyə başımız qarışar, uşağa başımız qarışar, sabah bir gün böyüyərik, deyərik sonra uşağa, ailəyə görə qoy pul qazanım, mən öz sevdiyim şeyləri göz ardı eləyərəm. Fədakarlıq damarımız tutar sabah bir gün. Ortaya xoşbəxt olmayan bir mən çıxartmayın da. Ortaya həqiqətən də işindən zövq alan, iş saat, o qədər işinizi sevin ki, iş saatı gözünüzə görünməsin. Deyin ki, mən bu işi sevirəm. Yəni, saata baxmayın, yəni o dərəcə sevə-sevə işləyin. Mən o nöqtəni görmüşəm deyə özümdə də. Bilirəm o hiss necə hissdir. İnşallah bu videoya baxan hamıya qismət olar, hər kəsə qismət olar ki, işini o qədər sevsin. Arada yorulacaqsınız, arada yeri gələndə bezəcəksiniz. Amma hər şeyin müsbət olduğu qədər mənfisi də var. Mən bir video paylaşmışdım. Sevdiyimiz şeylər də bizi incidə bilər. Sevdiyimiz iş də bizə stresi sala bilər. Bu da həyatın reallığıdır. Mən nə qolun olsun ki, deyirəm işimi sevirəm. Bəzən mən də deyirəm ki, görürsən mən həqiqətən də bacaracağam, istədiyim o nöqtəyə çatacağam. Görürsən mən yaxşı psixoloq ola bilirəmmi? Görürsən mən filan kəslə danışanda düzgünmü danışdım? Görürsən mən bu videoda danışdıqlarımı normal tonda mı dedim? Bunlar normaldır. 90%, 99% deyərdim. Siz buna baxın ki, bu işi üzrə şəxsi keyfiyyətləriniz icazə verirmi? Xasiyyətiniz, səbriniz, bacarıqlarınız nə qədər bu ixtisas uyğundur? Bu şəkildə demək istədiklərim əslində elə bunlar idi. Yəni, bir də mütləq şəkildə bugün tamam, seçim eləyə bilərsiniz, kodlaşdırın. Amma 4 il sonranın, indi tibb oxuyucusu 6 il sonranın gündəlik tələbatlarına da baxmalısınız ha, yəni. Deməyin ki, bugün buna tələbat var. Süni intellekt yaranıb. Süni intellekt artıq bir neçə peşənin funksiyalarını daşıyır. Nəzərinizdə saxlayın. Yəni, süni intellekt artıq müəllim roluna belə girib. Bir çox tələbə filan proqramdan istifadə edərək dərs edir artıq. Repetitora ehtiyacı yoxdur.
Ona görə də elə ixtisas seçin ki, sevdiyiniz ixtisası elə formada təqdim eləyin ki, gələcəkdə ya da siz ona tələbat yaradın. Sevdiyiniz iş sizin əlinizdə standartdan kənar çox möhtəşəm bir işlər ola bilər. Mənə deyirdilər, maksimum məktəbdə işləyə bilərsən. Maksimum deyirdilər, nə belə qalmışdım ki, mən onda məcburam ki, magistratür oxuyum ki, bir də ikiləni məcburluq yaradırdı da məndə bu rəylər. Sonra dedim ki, xeyr olayı, 4 il bakalavr olmuşam, bunun düşündən qədər limiti olmamalı deyə deyirdim öz-özümə. Yəni, mən bir şeylər eləyə bilərəm, mənzər kimi mən bu işi görə bilərəm. Çox şükür Allaha ki, o başlanğıcı qoyandan sonra artıq gəldi. Kim olursunuz olun, hansı peşənin sahibi olursunuz olun. Bu duanı hər zaman edirəm, siz də eləyin. Yerli yersiz təkəbbürdən uzaq durun. Vicdanınızı qoruyun. Sevdiyiniz iş, onu sevgi ilə görün, onu seçməyə çalışın və pul gözünüzü örtməsin. Bu halda insanın dəyərləri ölür. Bu şəkildə. Və mən də işimi sevdiyim üçün mən də cəhd eləmişəm, gedib məktəbə imtahan verib, psixoloq olmaq istəmişəm. O yolu girmək istəmişəm, hazırlaşmaq istəmişəm. Sonra yenə özümə dedim ki, Mənzər, sən bu deyilsən, sən yəni bu qədər biliyin, istəyin, atmaq istədiyin addımların axı buna uyğun deyil. Yəni sən daha fərqli sferalarda bu işi yerinə yetirə bilərsən. O halda dedim, lazım olanları eləməlisən və bu şəkildə də mümkün qədər çalışım, aktiv olun sosial mediada, işimi təqdim edeyim, işimi görün. Siz də seçdiyiniz ixtisasın sərhədlərini siz müəyyən edə bilərsiniz. Siz hara qədər inkişaf eləyəcəksinizsə, işiniz ora qədər inkişaf eləyəcək. Siz hara qədər var olacaqsınızsa, işiniz ora qədər var olacaq və işinizi öz imzanızı qataraq mükəmməl layihə, mükəmməl həqiqətən də qapılar aça bilərsiniz öz-özünüzə. Bütün səmiyyətimlə bunu deyirəm. İnşallah ki, hər biriniz ürəyinizcə olan ixtisaslara düşərsiniz. Yığdığınız bal neçə olursa olsun, onu hər zaman öz lehinizə çevirmək mümkündür. Necə? Yığdığınız bal deyək ki, gözlədiyinizdən aşağı olsa belə variantlara yenə də baxın. Bəlkə həqiqətən işlərindən özünüzə uyğun ixtisas tapa bildiniz. Hər şeyin bu həyatda çarəsi var, ölümdən başqa. Hər şeyin çarəsi var. Bu qədər. Əslində demək istədiyim hər bir şey dedim. Ümid edirəm, 1 ay sonra, 2 ay sonra artıq həyatlarımız formalaşacaq, kimin hara düşdüyü, hansı universitet, hansı ixtisas olduğu bəlli olacaq. Hər birinizin sevdiyi yerlərdə olmağını arzulayıram. O halda sevəcəyimiz insanlarla da rastlaşırıq, inanın. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşənə qədər. Hələlik.